ehramı bağlamaq necə istəsəniz bağlasanız problem deyil. Adi sarısanız da problem deyil. Çünki biz normalda kəmər bağlayırıq üstünə. Kəmər bağlamaq ehramda icazəlidir. Sadəcə olaraq mən sizə daha asan bir yolunu öyrədəcəm. Hansı ki orada yəni açmaq üçün. Baxın. Sağ tərəfi sağ əlindən, sol tərəfi sol əlindən tuturum. Ha. Burada birinci əlləri dəyişirsən. Sağ tərəfi sol əlindən, sol tərəfi sağ əlindən tutursan. Tutandan sonra burada bunun ölçüsünü düzəldirsən. Məsələn, belə tutdum. Bunu da biraz başını bundan yuxarı eləyirsən. Bax, görürsünüz? Belə eləyəndə görürsünüz, boşluq var. Deməli, düz ölçü götürməmişəm. Düzgün ölçü götürməm üçün elə deməliyəm ki, bax. Bax. Bunu qoyursan bura, sonra bunu qoyursan belə. Bundan sonra bərabər şəkildə başını qatlayırsan. Köbəyin üstünə qədər. Buna heç kəmər də yerləşmir. Kimsə bunu aça bilməz. Və ayağı da nə qədər istəsən aralansan, nə ayaq görünmür, heç bir şey olmur. Nə qədər aralaya istəsən aralaya bilərsən. Mümkün deyil, bunun açılması mümkün deyil heç cürə. Açıda bilmirsən. Təzdən bir də göstərimmi? Bir də göstərək. Təzdən. Birinci açırsan belə, əlləri dəyişirsən. Solu sağla, sağı solla. Bu qoltuq altına gələcək şəkildə. Çünki belə yarımçıq olanda həmən effekti vermir. Gəldi mi? Bunu tutursan belə, bağlayırsan. Bu mümkün deyil ki, açılsın. Üst ehramı da belədir. Gecə çiynə salırsan, heç bir şey yoxdur. Çiynə salırsan, bu şəkildə bağlayırsan, sinəni bağlayırsan. Yalnız tavaf əsnasında bunu salırsan bura. Bunu da qoltuq altına keçirirsən, alırsan bura. Buradan bunun altına keçirirsən. Bu qoltuq çiyin açıq şəkildə belə davam edirsən. Yəni inşallah ki, çətin bir şey yoxdur. Yenə də sabah yardımcı olacağam. Subhanakallahumma və bihamdik, əşhədu an la ilaha illə ente, estəğfiruka və etûbü ileyk.